Belə baxanda bax mən sadə insan dili ilə danışmaq istəyirəm də. Bu belə baxanda burun da var, burundan da nəfəs Bəli. alma olur, ağızdan da. Nə fərqi var ki? Fərqi çoxdur. Burunla nəfəs aldıqda ortamda olan, deməli, oksigen bədənə təmizlənmiş, filtrlənmiş, nəmlənmiş, istilənmiş şəkildə daxil olur. Bu yəni sübut olunub Daxil, da bəli, belə bu də. otaqda, tutaq ki, biz burundan nəfəs alır veririksə, istilənir, nəmlənir, filtrlənir, burunda tüklər vasitəsilə filtrlənir və orqanizmə daxil olur. Ağızdan nəfəs alıb verdikdə içəridə olan nə qədər mikrob, bakteriya, virus varsa, ağızla bizim bədənimizə daxil olur. Və ağızdan nəfəs alan verən insanlarda ürəkdə problem olur, böyrəklərində problem olur, boğazlarında problem olur. Yəni insan həmişə ağızda quruluq hiss eləyir. Yəni ağızla nəfəs alır, ağızla nəfəs vermək. Yəni özünüz təsəvvür eləyin. İnsan nə halda olur? Əslində məsəl üçün neçə illər ilə nəfəs alanlar var. Bəli. Neçə Yəni belə illər? deyim də, hətta belə deyim, fiziki vəziyyəti yaxşı olan belə insanlar belə, baxsan ki, yəni burnunda bir problem yoxdur, belə də başqa orqanlarda bir problem yoxdur, amma yenə də ağızla nəfəs alır, amma neçə illər yaşayırlar axı bunlar. Yaşasınlar da. Yəni o problemi yaradaraq müəyyən vaxtdan sonra o özündə problemi hiss eləyəcək. Ürəyində ən birinci insan ürəyində problem yaranır. Burun nə üçündür? Burun nəfəs alıb nəfəs vermək üçündür. Ağız nə üçündür? Qidalanmaq üçün, danışmaq üçün. Amma Allah Taala bizə iki yol verib axı. Yeganə bir varlıq ki, həm ağızla, həm burunla nəfəs ala bilirik. Ala bilirik, amma düzgün yolu burundan nəfəs alıb verməkdir. Amma sizə onu da yəni deyə bilərəm ki, ağızdan nəfəs alıb verən insanlar hardasa dediyim kimi bir 6, 7, 8 seansda tamamilə nəfəs forması dəyişir. Onlar ağızdan nəfəs aldıqda, nəfəs alanda qarnı çəkirlər içəriyə, nəfəsi verdikdə qarnı önə doğru genişləndirirlər. Yanlış nəfəs. Ümumiyyətlə insanlar Bu tamamilə yanlış nəfəs alırlar. İnstinktiv heyvani nəfəs hesab olunur da. Heyvanlar adətən belə nəfəs alır. Bəli, ağızdan nəfəs alır, bəli. Yəni fərq orada yaranır ki, biz burunla nəfəs alanda daha çox oksigeni qəbul edirik, təmizləyirik. Mən düz başa düşürəmsə. Bəli. Və faktiki olaraq təmizləyirik. Oksigeni dərindən qəbul edirik. Ağızdan nəfəs almaqla burundan nəfəs almağı bir müqayisə edin və siz onda görəcəksiniz ki, burundan nəfəsi nə qədər dərindən alırsınızsa, siz ağızdan nəfəsi o qədər dərindən ala bilməzsiniz. Məsələn, burundan nəfəs alırıq. Ağızdan nəfəs alın. Yəni o qədər hava getmir. Bəli. Burundan nəfəs tamamilə dərindən çəkilir. Dərindən nəfəs alırıq burundan, nəfəsi yavaşdan ağızdan üfürərək veririk. Bu nəfəs məsəl üçün ən sadə bir nəfəsdir. Ən sadə, stresi azaldan sadə bir nəfəsdir. Burundan nəfəs alırsınız dərindən, nəfəsi ağızdan üfürərək siz bu nəfəsi yerinə yetirin. Orqanizmdə hansı proseslər baş verir? İlk öncə stres azalır.